Hacı bəy, ötən dəfəki müzakirəmizdə biz bu məsələyə geniş yer ayırmışdıq. Ancaq həqiqətən də baş verən hadisələr bizi bir daha düşünməyə vadar eləyir. Hər zaman bizim verilişlərimizin sizin olan xüsusilə konteksti Türk Dövlətləri Təşkilatı çərçivəsindən, prizmasından məsələlərə yanaşdığımız üçün bugün verilən açıqlamaların da məğzi mahiyyəti bizim üçün son dərəcə əhəmiyyətlidir. Müəyyən incirlər oldu və sərvəlaxı bu kimi hadisələr baş verdi. Ancaq şübhəsiz ki, Qazaxıstanın, ümumiyyətlə Türkistan coğrafiyasının Rusiya işğalına məruz qalması ehtimalı bizi narahat eləməyə bilməz. Sergey Lavrovun bu açıqlamalarını biz necə anlamalıyıq? Dəvət üçün bilirsiniz, bu məsələ toxunduq. Əslində Türk Respublikalarının Yunan Kiprin tanımaq məsələsindəki bir ürəkbulandırıcı məsələ bizim hamımızı təbii ki narahat elədi. Amma onun bir obyektiv səbəbləri də var. Bu səbəblərdən birisi bizim indi Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaranan boşluq hesab edir. O nədən ibarətdir? Bax ki, Orta Asiya Türk cümhuriyyətlərinin atdığı addımın səbəblərinin birisi ölkə investisiya yatırılması məsələsidir. O investisiyanı Türk Dövlətləri Təşkilatı özü yatırmaqla bağlı ciddi qərarlar ala bilər. Məsələn, Qərb əsasən gözünü Qazaxıstanda, Özbəkistanda olan yeraltı sərvətlərə dikibdir. Xüsusən lityuma, urana tikibdir və müasir dövrdə bu enerji qaynaqları olduqca əvəzsizdir. Mən hesab edirəm ki, Türkiyədə də dünyanın ən zəngin kobalt yataqları vardır. Türkiyə və Orta Asiyada Türk Respublikaları özümüz bu yeraltı sərvətlərin xamma şəklində və yaxud da yarım fabrikat şəklində saxlamağımız, istehsal eləməyimiz vacib şərtlərdən biridir. Mən bunu bu yaxınlarda meydada ifadə elədim, bir daha ifadə eləmək istəyirəm ki, mən bugün düşünürəm ki, nə qədər bu fikir bəlkə riskli ola bilər, bəlkə qəribə gələ bilər kimlərəsə. Türk Dövlətləri Təşkilatı başda Türkiyə olmaqla nüvə enerjisindən istifadə ilə bağlı olaraq növbəti addımlar atmalıdır. Özünün atom silahının istehsal eləməklə bağlı çabalar göstərməlidir. Onun üçün əlimizdə xammal vardır və Akkuyuda da artıq müəssisə tikilir ki, bunun üçün ilkin uranın zənginləşdirməsi üçün istifadə etmək mümkündür. Yəni, məsələnin biri bu, yəni investisiya qoyuluşunu özümüz edib, o yeraltı sərvətləri özümüz götürə bilərik. İkinci, Türk Dövlətləri Təşkilatına daxil olan Orta Asiya cümhuriyyətləri özünün təhlükəsizliyini qarantiya almaq üçün bu addımı atdılar biraz da. Çünki onlar həm Çin ekspansiyasından ehtiyat edirlər, həm Rusiyadan ehtiyat edirlər və sizin fikrinizin müqəddimə hissəsində bu məsələyə toxundunuz. Mən bu sualı tamamlayacağım o Lavrovla bağlı məsələ. Bu çağırışlar varkən Rusiya təhdidi də dəyişilmir. Üstəlik də Əfqanistanda Taliban iş başına gəlməsindən sonra və nəzər alsaq ki, uzun illər əvvəl də İslamcı dəstələr adı altında Orta Asiya Respublikalarına, Türk cümhuriyyətlərinə müdaxilələr olmuşdu, istəklər vardı. Hətta bizim Azərbaycanda belə bir kərimə dövlətidir, nədir, belə bir şey yaratmaq hətta iddiasına qədər irəliləklər bunlar. Ona görə məncə bu respublikalar daha çox bu məsələdə ehtiyat edib, Avropa İttifaqının burada investisiya qoyması və o investisiyasını özünün qoruması naminə bu respublikaları Çinin təhdidindən və Rusiya təhdidindən qorumaq məsələsini nəzərə alaraq bu adım atdılar. Mən onların Yunan Kiprini tanımağını bəraət qazandırmaq məqsədi ilə bunu demirəm. Dediyim budur ki, biz bu məsələdə yanlışı naxışa çevirmək taktikasından istifadə eləməliyik. Onları buna vadar eləyən amilləri aradan qaldırmalıyıq və imkan verməməliyik ki, soyuqluq yaransın. İlk soyuqluqdaca Rusiyanın Xarici Nazirinin belə davranması onu göstərir ki, onlar bizim Türk Respublikaların hər hansı birinin ayağının bir balaca sürüşdüyü vaxtda onu əzməyə, gölqurtma üsulundan bu respublikaları yenidən özünün cənginə keçirməyə çalışacaq. Mən bunu ona görə izaha giriş hissəsində biraz əlavə verdim ki, Lavrovun fikri yersiz deyil, əsassız deyil, göydən düşmə deyil və Türk Respublikalarının da ehtiyat eləməyinin də əsası var. Bu məsələdə xeyli əvvəl Qazaxıstanda ki, bir hərbi çevriliş eləmək cəhdi ki, olmuşdu bir neçə il əvvəl, xatırlayırsınız. O vaxtları hakimiyyət dəyişikliyi olsa da, orada deyək ki, Rusiya istəklərinə nail ola bilmədi və ordusunun yeri çəkdi, amma daxil olmuşlar artıq Qazaxıstan. Bugün Lavrovun elə ifadələr işlətməsi Qazaxıstanın timsalında digər postsovet məkanlarına da əslində ultimatum verməkdir. Yəni, prinsip etibarla Tokayev
dövlətlərin müqəddəratının mühüm olduğunu, üstün olduğunu dediği halda Lavrov millətlərin özünün müqəddəratını təyin etməyə daha üstün bir prinsip kimi ortaya qoymağa çalışmaqla əslində işarə eləmək istəyir ki, Qazaxıstanın şimalında olan Rus toplumu var. Günün birində onlar özlərinin müqəddəratını təyin etməklə bağlı çağırış edəsələr, Rusiya konstitusiyasında da hər hansı bir yerdə Rus toplumu yaşayırsa, onların Rusiyanın onlar hüquqları pozularsa və yaxud da təhlükə yaranarsa, ora müdaxilə etmə imkanlarını nəzərdə tutulur. Bunu nəzərdə tutmaqla Qazaxıstana müdaxilələri nəzərdə tutulur. Əslində, xatırlayırsa uzun illər əvvəl Putin də Qazaxıstanın ünvanına bir sərsəm bəyanat vermişdi ki, Qazaxıstan adlı dövlət ümumiyyətlə olmuyordu, bura Rusiyadır. Amma Qazaxıstan tərəfdən də o vaxtları Nazarbayevin timsalında ciddi şəkildə təpki verilmişdi ki, Qazaxıstan dövləti olanda heç Rusiya adlı bir dövlət yox yer üzündə ümumiyyətlə. Yəni bu Lavrovun işlətdiyi ifadə əslində yeni işğalçılıq dönəminin, yeni imperiya yaratma dönəmi üçün nəzəri bazanın hazırlanması, bu çağırışlarla biraz ictimai şuuru hazırlamağa da xidmət edir və mən yenə deyirəm, bu təkcə Qazaxıstana deyil, bütün postsovet məkanına ünvanlanıb. Amma unudurlar ki, əgər millətlərin taleyini özü həll etmə prinsipi dövlətlərin öz müqəddəratını təyin etmədən üstün olarsa, Rusiya unutmasın ki, çox millətli bir respublikadır. Orada bir çox xalqlar, o cümlədən xeyli Türk xalqlarının hətta muxtariyyət halında Tatarstan, Başqistan, başqaları orada mövcuddular və əgər o öz müqəddəratını təyin etmə olsa, onda Moskva ətrafında kiçik bir Rus icmasının muxtariyyət şəklində qalıb qalmayacağı belə sual altında düşə bilər. Ona görə mən hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvlərinin Yunan-Kiprlə bağlatdığı addımı çox da onların üzünə gəlmədən sadəcə olaraq may ayının 22-sindəki bir Türkiyədə qeyri-formal toplantı olacaq Türk Dövlətləri Təşkilatı rəhbərləri. Orada bunun çıxış yolu tapmalı və bundan sonra bu məsələləri koordinasiya eləməli, vəziyyəti belə gətirib çıxaracaq səbəbləri aradan qaldırmalıyıq və o əvvəlki kimi möhkəm birlik yaranmalıdır ki, Lavrov kimi tiplər bu məsələlərdən istifadə edib sərsəm bəyanatlarla çıxış eləməsin. Həqiqətən, hörmətli Fərəc bəy, bu açıqlamanı heç cür səmimi qəbulləmək mümkün deyil. Bildirir ki, xalqların öz müqəddəratını təyin etmək vacib məsələdir. Elə olduğu təqdirdə Tataristanda prezidentlik institutunu niyə ləğv etdiniz və yaxud da Tataristan başda olmaqla Başqırdistan, nə bilim, daxildəki digər dövlətlər, Dağıstanı, Çeçenistanı, bu xalqlar həbsxanasını biz nəyə borcluyuq? Bu suallar verilməyəcəkmir Sergey Lavrova? Doğrudur, doğrudur. Təbii, mən də o məsələdə bir ötəri toxundum ki, Rusiyanın özünün əgər belə bir müddəana yanaşma olarsa, təkcə Moskva ətrafında kiçik bir yerdə Rus icmasından başqa bir şey qalmaz. Bütün Rusiya ərazisində Sakhadan tutmuş, Yakutiyadan tutmuş, ta qərb hissələrinə qədər müxtəlif Türk etnosları özlərinin kompakt şəkildə yaşayıblar, bəzilərinin muxtar dövlətləri vardı. Başqa orada azlıqlar da yaşayırlar. Ona görə bu məsələ onlar bilirsiniz. Necə ki, demokratiyanı dünya ixrac edən dövlətlər demokratiya hər yerdə olmalıdır, bizdən başqa şüarla çıxış edirlər. Bunlar da eyni prinsiplə yanaşırlar ki, bizdə xalqların öz müqəddəratı məsələsi olmamalıdır. Bizdə dövlətin müqəddəratı əsasdır və başqa yerlərdə isə xalqların, millətlərin müqəddəratını təyin etməsi əsasdır. Və bunlar ekspansiya üçün, yeni işğallar üçün, SSR tipli bir imperiyanın bərpası üçün bazı hazırlamağa çalışırlar. Amma mənə elə gəlir ki, bu məsələ artıq çoxdan bitibdir. Rus imperiyasının taleyi qısa müddətdə həll olunmaq üzrədir. Son vaxtlar baş verən hadisələrə baxmayaraq ki, biz sizinlə bölüşürdük bəzi fikirlər ki, o Trump təzə başlayanda biraz narahatlıq yaranmışdı. Amma məncə o narahatlıqlar da aradan qalxmaq üzrədir və Ukrayna tərəfi məncə Rusiyanın lazım olan səviyyədə cavabını verəndən sonra Lavrovun belə iddiaları artıq tarixin zibilliyinə gedəcək. Heç bir əhəmiyyət daşımayacaq. Deməli, Vahab bəy yazır ki, salam Yusif bəy, Fərəc bəy, xoş gördük, hər vaxtınız xeyir olsun. Mənim fikrimcə Rusiyanın əvvəlki potensialı yoxdur ki, Qazaxıstan kimi böyük bir əraziyə malik bir ölkəni işğal eləməyə cəhd eləsin. İndi Vahab bəy həqiqətən çox önəmli bir məqama toxunub. Xüsusilə nəzərə alaq ki, Ukrayna cəbhəsi də Rusiyanın tutaq ki, tələyə salmaq üçün boşuna seçilmiş bir yer deyildi. O da ərazisinə görə çox böyükdür, əhalisi az olsa da.
Qazaxıstan özü də dünyanın 9-cu ən böyük ölkəsidir. Yəni bozkırlarla əhatələnib özü Qazaxıstan. Belə olduğu təqdirdə indi tamaşaçımız deyir ki, elə bir potensialı yoxdur. Ancaq bu sual da aktuallaşır Fərəc bəy. Bəli, həqiqətən Türkistan coğrafiyası elə bir coğrafiyadır ki, dünyanın aparıcı dövlətlərinin maraqlarının əsas toqquşduğu bir bölgədir. Nəzərə alsaq ki, nadir torpaq elementlər olsun, təbii sərvətlər olsun, çox zəngin bir coğrafiyadır. Əsas təhdid hansı ölkədir, hansı qütbdür Türkistan üçün? Əvvəla bir fikir bildirim ki, biz Ukrayna savaşı başlayanda sizlə söhbət edəndə mən bir fikir bildirmişdim. Sonra bu fikri qəribə baxırdılar, hətta bəziləri düşünürlər ki, nə oldu bəs deyirdiniz bunu. Mən demişdim ki, bu lokal bir xarakter daşıyacaq. Bir kiçik bir ərazidə baş verəcəkdi. Onda bu fikrin üstünə gəldilər ki, hər yerdə böyük Rusiya, Ukraynanın savaşı. Görürsünüz ki, Donbas deyilən ərazidən kənara çıxa bilmirlər bunlar. Bəli. Və müharibənin 3-cü ildir, bunlar Kurskunu tam belə öz ərazilərini belə hələ Ukraynalılardan təmizləyə bilmirdilər. 2 gün əvvəl bəyanat verirlər ki, biz 95%-ni təmizləmişik. 3 günə Ukraynanı tutmaq istəyən bir dövlət, 3 ildən sonra öz ərazisinin bir hissəsini Ukrayna hərbçilərdən təmizlənməyi belə bayram və qələbə kimi qeyd edir. Yəni, bu Rus mifinin gücü budur. Ukrayna üçün danışanda biz təbii ki, siz doğru buyurdunuz, ərazi məsələsini ciddi şəkildə nəzərə almışdıq. Əlbəttə ki, Ukrayna xalqının özünün iradəsi, onların hərbiçilərinin dəyanəti, Ukrayna prezidentinin göstərdiyi rəşadət və xalq ordu birliyi, bütün bunlar çox mühüm amillərdir, amma ərazi də bu məsələdə çox önəmlidir. Gördüyünüz kimi, Ukraynanın ərazisinin böyük olması Rusiya kifayət qədər problemlər yarattı. İndi siz Qazaxıstan haqqında da soruşdunuz. Əlbəttə, Rusiya Qazaxıstana qarşı da hər hansı bir baskıyla istəsə, hərbi müdaxilə eləmək istəsə, belə şeylərin bir şeylə ayrıla bilməz. Ona görə olar bir neçə nəfər orada çevriliş cəhdi və ordunu ora KT metoduyla yeritməklə istəyirlər ki, nailət əldə eləsinlər və o da mümkün olmadı. Mən bayaq bir fikir söylədim ki, Türk Dövlətlər Təşkilatı bəzi boşluqları doldurmalıdırlar. Onlardan biri də təhlükəsizlik məsələdir. Təhlükəsizlik məsələsində təkcə doğrudur, inteqrasiya olur, ordular bir-birinə bircə təlimlər keçir. Amma NATO nizamnaməsindəki 5-ci bənd kimi Türk Dövlətləri Təşkilatında bir xüsusi bir müqavilə və ya da bənd olmalıdır ki, bir Türk dövlətinə olan müdaxilə bütün Türk dövlətlərinə olan müdaxilə kimi qəbul olunur. Və dərhal bütün Türk dövlətləri bütün resurslarıyla həmin düşmənə qarşı mübarizə aparmalıdır. Bu çox ciddi qoruyucu bir amilə çevrilə bilər. Və mən bayaq fikrimin əvvəlində Türk dövlətlərinin nüvə məsələsinə, nüvənin zənginləşdiyi, uranın zənginləşməsinə bağlı prosesləri başlasın deyəndə də bunu bir romantika, bir utopiya kimi demədim. Bu da təhlükəsizlik üçün çox ciddi sığorta elementidir. Atom silahı əldə edən dövlətlərin ciddi şəkildə müharibədən soxulanması məsələsidir. İndi Türk Dövlətləri Təşkilatı bu məqamda təbii ki, öz təhlükəsizliyi bağlı həm bu müqavilələrlə möhkəmləndirməlidirlər, həm o bayaq dediyim kimi ortaq olaraq yeraltı yerüstü sərvətlərinin birgə istehsalını ya yarım fabrikat halına salmalı, ya da son məhsula çevirməlidirlər və ən azı strateji məhsulları satanda birgə olaraq kimə satmaq olar, kimə olmaz məsələsini də düşünməlidir. Məsələn, əgər tutaq ki, bu günləri Özbəkistan və yaxud da Qazaxıstan özünün o strateji məhsulunu Fransa kimi bir dövlətə satırsa, ya Yunanistana satacaqsa, onlar Türkiyəni təhdid edəcəklərsə, o elementlərlə əldə olacaq silahına, onda bu məsələlərə bircə baxılmalı ki, xeyr. Sən ya Türkiyə dövlətinə münasibəti dəyişməlisən, ya da mən məhsulu sənə satmıram. Yəni, bu siyasətin özündə, Türk Dövlətlər Birliyinin özünün kökündə iqtisadi ritorika mühümdür. Bu iqtisadi ritorika olmadan məsələ yaraşma olmaz. Siyasət zaten bu iqtisadi məsələlərə bağlıdır. Bugün Trump'ın, Amerikanın Trump imsalında manevrlərə bağlıdır. Əsasən iqtisadi, geoiqtisadi məsələlərlə tənzimləməyə çalışırlar bir çox məsələləri. Biraz Çin modelində modifikasiya ediblər, ikisini bir yerdir. Biz özümüz də, o siz dediniz kimi, Orta Asiya respublikaları olsun, Azərbaycançılar olsun, həm onların istehsalı və kimə satılması, investisiya qoyuluşu, logistik imkanları məsələsini bir yerdə düşünməliyik. Və bugün bir müddət vaxt keçdi, biz sizdən də bunu danışmışdıq. Orta Asiya respublikalarına Çin üstəgəl G5 görüşü keçirdəndə və yaxud da Amerika tərəfdən Amerika plus G5 görüşü keçirdəndə sahiblənməyə çalışdılar. Onun ardınca Almanya, Fransa rəhbərliyi ki, ora getdi Orta Asiyaya. Onlar artıq Avropa Birliyi və Türk Respublikaları arasında bunu qabağa düşdülər deyək ki, belə bir müqavilənin imzalanması 12 milyard da
vəsait ayırma məsələsi, burada Kipr veto qoymasın deyə o respublikaların da məcbur verdilər ki, Kipr haqqında da o Kipr qətnaməsində tanısınlar. Ona görə biz bu məsələlərdə biraz operativ davranmağa bacarmalıyıq. Başa düşüləndir ki, indi Orta Şərqdə də, Yaxın Şərqdə də, Qafqazlarda da, Azərbaycanın da, Türkiyənin də başı çox ciddi məsələlərə qarşılıqdır, aydın məsələdir. Suriya problemi indi çözülür. Amma bütün bunlara baxmayaraq, bizim siyasətin, Türk dövlətlərinin siyasətinin kökündə, məhvərində mütləq şəkildə öz təhlükəsizliyi və inkişafını Türk Dövlətlər Təşkilatı birliyini möhkəmləndirmək durmalıdır. Bizim başqa alternativimiz yoxdur. O biri qurumların hamısını bu dəqiqə taliyə qeyri-müəyyəndir. Avropa Birliyinin özündə taliyə qeyri-müəyyəndir. KTMT aydın məsələdir, nə vəziyyətdədir, MDB aydın vəziyyətdədir. NATO'nun özündə, indi Amerika Birləşmiş Ştatları oradan deyək ki, səslidir ki, buyurun özünüzün ümumi daxili məhsulunuzun 5%-ni qoyun, müdafiəsi təşkil edin. Ona görə biz Türk Dövlətlər Təşkilatına deyək ki, heç bir dövlətin ayrı-ayrılıqdan buradakı dövlətlərin başqa alternativ əslində yoxdur. Bu ən gözəl müdafiə modelidir və dərhal daha çox inteqrasiya haqqında düşünmək lazımdır. Gömrük məsələlərində, ticarət məsələlərində, logistik imkanlarda ortaq xarici siyasət və ortaq təhlükəsizlik konsepsiyalarının ortaya qoyulması. Bu doktrin işlənməlidir və biz bu məsələdə yubanmalı deyilik. Deməli, sizə suallar da var Rusiya-Ukrayna cəbhəsi ilə bağlı. Misal üçün, tamaşaçımızdan biri yazır ki, Fərəc bəy, Rusiya Ukraynada məğlubdur, sadəcə xalqına deyə bilmir. Misal üçün, bu kontekstdə dəyərləndirdiyimiz zaman həqiqətən də çox belə qəribə bir situasiyadır. Bilirsiniz, Rusiya Ukraynada elə bir bəla ilə üz-üzədir ki, pir qələbəsidir də. Oradan sağ çıxsa belə bu pir qələbəsindən başqa bir şey deyil. Milyona yaxın əskərin döyüş qabiliyyətini itirməsi, bu qədər maliyyə böhranı, rezervlərin tamamilə tükənməsi, SSR-dən qalan silah anbarlarının boşalması, Rusiyanın yenidən özünə qayıtması üçün ona çox böyük illər lazım olacaq. Yəni bunu bir qələbə kimi təqdim eləmək də öz-özlüyündə utopiyadan başqa bir şey deyil. Mən xatırlayıram Fərəc bəy, təsəvvür edin, Rusiya-Ukrayna müharibəsi yenicə başlamışdı. O zamanlar Rusiya Dövlət Dumasında Qazaxıstanın adlı dövlətin olmadığı ilə bağlı iddialar səsləndirən deputatlar vardı. Xatırlayırsınız yəqin. Bildirirdilər ki, Qazaxıstan adlı bir dövlət olmayıb, bunlar tarixi deyil, Rus torpaqlarıdır. O qədər gülünc, o qədər gülməli, absurd açıqlamadır ki, Qazaxıstan olanda Rusiya mı var idi? Qızıl Orda deyildi mi ora? Tamamilə doğrudur. Baxın, bu ərəfədə məsələlər təzə başlamışdı. Mən xatırlayıram ki, Sankt-Peterburqda artıq nümayişlər keçirdi Rus nasistləri və hətta Polşanın, Baltikanın ölkələrin belə ərazilərində iddialar vardı. Orada qoşun yeritmək tələb edildi. Yəni bu Rusiya belədir ki, bunun cilovunu çəkməsə, ağzını açıb hara gəldi gedəcək. Bunun Ukrayna tərəfindən indi əzilməsi əslində təkcə Ukrayna xalqı Ukrayna üçün döyüşür, bəşəriyyət üçün döyüşür, Avropa üçün döyüşür və Avropadan verilən dəstək də əslində Ukrayna verilən dəstək kimi sayılmalı deyil. Özlərinin bir bufer zonada müdafiələri təşkil edirlər. İndi doğrudur, Amerika tərəfindən son vaxtlar əvvəlki kimi dəstək verilməsə də, amma başqa bəziləri ki, gözləyirlər ki, Amerika ümumiyyətlə Ukrayna heç bir dəstək verməyəcəkdir, qarşısını keçsə, bu da yoxdur. Mən hesab edirəm, bir müddətdən sonra fərqli bir münasibət olacaq, yaxşı mənədir Ukrayna yəni. O müqavilə bağlanandan sonra da tamamilə fərqli bir məsələ olacaq. İndi bəziləri Ukraynanın o yeraltı sərvətləri ilə bağlayacaq o 500 milyardlıq ki, müqavilə var, onu Ukrayna ikisi kimi qəbul edir. Amma əslində bu çox ciddi təhlükəsizlik təminatıdır. Yəni ərazilərin 30% indi Rusiya işğal altındadır. Və təsəvvür edin ki, Ukrayna və Amerika arasında belə müqavilə olandan sonra Amerika deyəcək ki, qoşunu Ruslara deyəcək. Çək burada, mən burada artıq müqavilə bağlamışam. Burada bircə istehsalla məşğul olacaq. Bu son Amerika sözündən çıxıb, qoşuldan çıxa bilirlər mi ortada müqavilə olduğu vaxtda? Yəni bu özü bir təhlükəsizlik zəmanəti kimi bir məsələdir. Üstəlik də Ukrayna tərəf net şəkildə ortaya məsələ qoydu ki, biz istənilən hücumla cavab verəcəyik. Manevrləri normal şəkildə, asimetrik savaş aparır. Yəni birbaşa qoşunları qarşı-qarşıya gətirib qırdırmaq taktikasından istifadə eləmir. İndi Ruslar deyirlər, Mariupol tutmuşuq falan yeri. Yanlış bir şəhərdir. Sən oranı tutub neyəcək? İnfrastruktur yoxdur. Darmadağın olmuş bir yerdə, əhali yoxdur orada. Ukrayna əsgəri orada durub niyə ölməlidir ki? Neyini? Kursk'a girdi. Orada Rusların 60 milyon ordusun cəlbilədi ora. Parçaladı Rus ordusunun qüvvələrini. Doğru mu? Bütün Koreyalar orada məhv elədi əslində. Nə qədər Koreyaya meyitlər göndərildi. 10 min nəfər göndərmiş, indi əlavə ilə göndərmək istəyirlər. Geri çəkildi, indi başqa bir ərazidən, deməli Rusiya ərazisinə daxil olub da artıq. Bir başqa hissəni götürməklə məşğuldur. Dünən artıq girib ciddi şəkildə nailiyyətlər əldə edildilər.
Və Rusların da bilirlər ki, cavabı bu cür olmalıdır. Sərt şəkildə hərbi cavab olmalıdır. Putin bir günlüyə hətta Paska bayramına görə atəşkəs elan elədi. İndi mən səhər baxıram, Zelenski açıqlaması 295 dəfə, 2095 dəfə hücum deməli atəşkəs pozuldu müxtəlif yerlərdə. Bəli, təsəvvür eləyin ki, həmin o müqəddəs hesab etdikləri bayram günü Ukraynanın mülki vətəndaşlarını qətlə yetirdi Rusiya. Sum vilayətində 35 nəfəri, 34 nəfəri həlak elədi. Tamamilə doğrudur. Yəni bu vəhşi bir rejim bu iddialarla ki, gəlib onun qarşısında güclə dayanmasa, bir başqa yolu yoxdur bunun. Amma kim nə deyirsə desin, Rusiya ağır bir məğlubiyyətə artıq uğrayıbdır. Birinci, özlərini etiraf elədiyinə görə 200 minə qədər meyitləri var. Yəni özlərini etiraf elədiyi rəqəm 200 neçə min. Amma bu daha çox böyük rəqəmlər var ortada göründüyü qədər. Hər gündə sosial şəbəkələrdə o hələ meyit dəyişilməsi, nə qədər qrupla sıxlatlarda bunları saxlayırlar falan, onlar göndərirlər. Hələ uçotalı müddət, bəziləri için düşmüş kimi qəbul olunur. 3 gün ərzində bunlar güya Kiyevi tutasıydılar, orada bayram keçirməyirdilər, para keçsəsiydilər. Ukraynanı demilitarizasiya və deməli silahsızlaşdırma və dövlət hakimiyyət dəyişməklə məşğul olacaqlar güya ki. Üstündə düşür keçiddir. Bugün Ukrayna deyir ki, mənim artıq bugün 860 minlik ordum var. 860 minlik ordu bilirsinizmi nə deməkdir? O deyirlər ki, biz artıq bütün özdə peşəkar ordudur. Rus ordusu kimi oradan buradan yığıb gətirirlər, hazırlıqsız buraxırlar çöllərə deyil. NATO'nun təlimçiləri tərəfindən hazırlanmış ordudur. Bütün silah sursatlarını alıblar öz yerində özlərinin hərbi sənaye kompleksini qurublar. Artıq 1000 kilometrdən vuran raketləri istehsal edirlər. Dron sürüləri ilə Rusiya hücum edirlər. Əllərində artıq dronları istehsal etmək üçün imkanları var, böyük zavodları vardır. Get-gedə də bu məsələ irəliyə gedir. Mən hesab edirəm ki, bu savaşı təbii ki, heç kim bəşəriyyətdə savaş, qanqada, hansı millət olursa olsun orada itki olmasını istəməz. Amma Ukrayna xalqı nə etməlidir ki, onun evinə hücum edibdilər. Müdafiə olunur. Çox açıq şəkildə də ortaya məsələ qoyur ki, gəl əvvəlki kimi sənədləri, öz sənədləri qayıt, müharibəni dayandıraq. Nə deməlilər bunlar? Amma Putin nə deyir? Ərazilərin bir qismini işğal edibdir. Ondan da başqa, o ərazilərdən başqa bir hissəsini də mənə verdi. Bu savaşın belə bu formada bitməsi mümkün deyil. Mən hesab edirəm ki, Ukrayna bundan sonra dəstək alacaqdır. İndi bu Trump'ın bu bəzi gedişlərindən sonra Avropanın özünü də biraz silkələndi. Özünə gəldi, ümumi daxili məhsulun bir hissəsini hərbi sənayeyə qoymağa başladı. Və indi baxın ki siz, Ukrayna Avropadan daha çox silah sursat almağa başlayır. Artıq Almanlar onlara ən müasir, deyəsən Taurus adlı raketlər var. Onları verməyə başlamağa, onlar haqqında söhbətlər gedir. O çox ciddi raket sistemləri, 500 kilometrə qədər uçuşları vardı, çox dağıdıcı imkanlara malik olan raketlərdir və bundan Ukrayna, Rusiya çox ciddi şəkildə narahat olubdur. Ukrayna silahlarını yenə alacaqdır, amma Trump nə elədi? Trump dönənə qədər deyirdi ki, Ukraynaya biz əvvəlsiz olaraq 300, əvvəl 500 deyirdi, sonra yeni 350 milyarda. 350 milyar vəsait vermişik, niyə verməliyik bunu? Amma indi o pulla Avropalılar silahı alıb Ukraynaya verəcəklər yenə də. Ukrayna üçün nə fərq var? Bunu Amerika verir, yoxsa bu silahları Avropa verir. Silahların ardıcıl olarak alacaq. Dəstəklər gəlir bunu ardarda. Yenə vəsaitlər ayrıbdılar. Yenə növbəti bir konferansda bu başta Böyük Britaniya, Almanya və Fransa olmanın Avropa yenidən bir vəsait armağanla bağlı düşüncələr edir. Bu savaşın məncə qısa zamanda dayanma ehtimalı yoxdur. Və mən hesab edirəm ki, Rusiyanı ağır şəkildə cəzalandırmaq üçün Amerikada fürsəti gözləyir. Danışıqlar gedir getməyə, doğru. Amma bir dəfə, iki dəfə bu cəhdlərdə nə deyillərsə Ukrayna baş üstə eləyək. Ateşkəs eləyək. Şərtsiz ateşkəs eləyək deyil. Amma Rusiya bunu eləməyəndən sonra, Rusiya sanksiyaları artırandan sonra ki, Trump artıq əvvəlki sanksiyaların müddətini uzatdı. Başqa sanksiya paketlər də eləyəndən sonra İranı buradan sakitləşdirəcəklər, Rusiyadan qoparacaqlar təbii ki. O biraz da düşünürdü ki, bəlkə İranda falan da savaş ola bu yaddan çıxar. Bu da olmayacaqdır. Və belə bir məqamda Rusiyanı sıxışdırıb və bunu hətta deməli Amerikanın dövlət katibi yoxsa xüsusi nümayəndəsi dedi ki, biz müəyyən diplomatik gedişlərlə Rusiyanı məcbur edəcək ki, savaşçı dayandırsın. Rusiyanın mütləq şəkildə yerində oturacaqlar. Rusiyanın indi tələm-tələsik ən axırıncı akordlarını vurmaqda.
hücumlar eləməkdə məqsədi odur ki, bəlkə bir saziş bağlanarsa, bu son anda bütün resurslarından əldə qalan resurslara bir şey nail olsun. Amma artıq Rusiyanın elə bir resursu qalmayıbdır. Demək olar ki, zirehli texnikayla bağlı olaraq, raketlərlə bağlı olaraq üzr istəyirəm. Çox ciddi çətinliklər yaşayır. Mən hesab edirəm ki, qısa zamanda Ukrayna son sözünü deyəcək. Deməli, bir önəmli məsələ də var. Mən istəyərdim onu da biz xüsusi şəkildə bir müzakirə eləyək, hörmətli Fərəc bəy. Bu arada bizi izləyən tamaşaçılarımızın hər birindən mən xahiş edirəm. Hazırda 200-dən yuxarı şəxs canlı olaraq bizi izləyir. Əziz dostlar, yeni qoşulan tamaşaçılarımızı da salamlayıram və yayımı bir daha xahiş edirəm. Bəyənək, paylaşaq və şərh yazaq çoxlu. Bu bizim üçün çox vacibdir. Fərəc bəy, deməli bir neçə müddətdir, yəqin siz də deməli diqqət edirsiniz ki, Azərbaycanla Türkiyə arasında münasibətlərinin gərginləşməyi üçün əlindən gələn eləyən həqiqətən bir tərəflər var, gizli və yaxud da açıq-aşkar qruplar fəaliyyət göstərir uzun zamanda. Hər vəclə Azərbaycan və Türkiyə arasında münasibətləri korlamaq üçün cəhdlər biz müşahidə edirdik. Ancaq həqiqətən Antalya forumunda cənab prezident bir daha əslində Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı ki, Azərbaycan istənilən məsələdə Türkiyə ilə, qardaş Türkiyə ilə birgə addımlayır. Şimali Kipr məsələsində cənab prezidentin qətiyyətli addımı və vermiş olduğu həqiqətən o önəmli kritik açıqlamaları Türkiyə cəmiyyəti tərəfindən də heç şübhəsiz ki, qürurla qarşılanıb. Biz indi Türkiyə mətbuatını izlədiyimiz zaman Azərbaycana, cənab prezident İlham Əliyevə sevgi dolu sözlər eşitdirik. Bir həftədə artıq mən dünən də izləyirdim, hələ də o mövzunu danışanlar var. Yəni Türkiyə cəmiyyətində bu çox belə möhtəşəm şəkildə qarşılanıb cənab prezidentin bu mövqeyi. Kimdir bu qruplar Azərbaycanla Türkiyəni ayrı salmaq, Azərbaycanı və Türkiyəni ayrı-ayrı sahələrdə meydanda tək qoymaq istəyən qruplar? Bilirsiniz, Azərbaycan Türkiyə tərəfi elə biri olanda digəri olmayıb, amma dərhal biri-birinin mövqeyini müdafiə edirlər. Məsələn, bir platformada mən xatırlayıram ki, Azərbaycan prezidenti gərək ermənilər cavab vermişdi ki, Türkiyə prezidenti burada yoxdur, mən varam burada. Cavabları vermişdi. Sonra Yunanistan səfiri ilə görüşəndə, burada qəbul edəndə də ona münasibətini bildirəndə dedi ki, Yunanistanın Türkiyə münasibəti bizə olan münasibətdir. Türkiyənin dostu dostumuz, düşməni düşmənimizdir. Eyni ifadəni 44 günlük müharibə ərəfəsində xüsusən, onun əvvəl və sonra da cənab Erdoğan və yaxud da Türkiyənin Xaricilər Naziri, Müdafiə Naziri dəfələrlə eyni oxşar ifadələr işlədirlər. Yəni artıq biz gerçəkdən bir vahid, düz indi deyil ki, bir millət, iki dövlət. Artıq bir millət, bir dövlət kimi davranmağı bacarır. Bu inşallah ki, gələcəkdə bir konfederasiya çevrənə qədər davam edəcəkdir. Bunu görənlər, Türk Dövlətləri Təşkilatının önəmini görənlər ki, bayaq biz qeyd elədik ki, Çin üstəgəl G5 görüşü olsun, Amerika üstəgəl G5 görüşü olsun, bugün Avropa İttifaqı və o G5, yəni Orta Asiyadakı Türk cümhuriyyətləri ilə münasibətlər olsun. Bunlar hamı ora fokuslanıb ki, bura Türk dövlətlərinin önəmi çox ciddidir. Qafqazlarda Azərbaycan çox ciddi önəm daşıyır, kilit dövlətdir və Suriya, İraq və s. məsələlərlə də bağlı Türkiyənin mövqeyi olmadığı heç nə olunmur. Bu Trump səviyyəsində elan olunur. Türkiyə özü artıq bölgə dövlətindən dünya gücünə çevirmək ərəfəsində olan bir dövlətdir. Hətta Avropa İttifaqı NATO'dakı zigzaglardan sonra Türkiyənin ciddi şəkildə dəstəyin istəməyə başladılar. Hərbi dəstəyin istəməyə başladılar ki, biz bir yerdə fəaliyyət göstərmemiz vacibdir. Bunu görən Azərbaycan cəmiyyətində də elə Türkiyədə də olan Türk dövlətlərinə bağlı olmayan, başqalarının maşası olanlar qəbullana bilmirlər. Azərbaycanda xeyli İran qafalı və Rus qafalı adamlar vardı. Bunlar müxalifətdə də vardı, siyasətdə məşğul olmayanlar da vardı, hakimiyyətdə də vardı, parlamentdə də vardı. Mən baxıram, bəzi deputatların yazılarına baxıram dünən. Rusiya haqqında elə danışırlar ki, başa düşmüyorum ki, bu Rusiya bunların özünün vətəni Rusiyadır bunların, yoxsa Azərbaycandır. Yəni bu mövqedən çıxış eləməklə köləlik zəncirini boyundan çıxarmayan, köləliyə bağlı olan, mütləq bir ağa istəyən bu adamlar, kosmopolit yapılı adamlar, Azərbaycanın və Türkiyənin müstəqil siyasət yürütməsini, bir yerdə olmasını, müstəqil gücə çevrilməsini istəmirlər. Bir qrupdakı o 5-ci koloniyada dəbdəd ifadə olunur. Başqa dövlətlərin artığıdırlar, başqa dövlətin yalananlardır. Bir çoxları ifşa olundu da, adına biz deyirdik ki, filan dövlətdə, filan yerdə bunlar falan təşkilatı yaradıbdılar. Azərbaycan dövlət tərəfindən bunlara amansızca mübarizə aparmaq lazımdır. İstəyir hakimiyyətdə olan
məmurlar olsun, müəyyənləşməlidir. İstəyir müxalifətdə olan təşkilatlar olsun, istəyir QHT-lər olsun. Müəyyənləşməlidir və Azərbaycanın maraqlarına, Türk dövlətlərinin təşkilatının maraqlarına, Türkiyənin maraqlarına, Türkiyə-Azərbaycan birliyinə xələl gətirənlər dərhal zərərsizləşdirilməlidirlər. Əgər Türkiyə-Azərbaycan birliyi yüksək səviyyədə olmasaydı, biz o 44 günlük müharibədə o zəfərləri rahatlıqla qazana bilərdikmi? Bizi o zaman təkcə Türkiyənin bir sözü ki, üçüncü dövlətin müdaxiləsi bizim müdaxiləmizə səbəb ola bilər. Biz bütün hallarda, bütün vasitələrlə Azərbaycanın yanında deyəndə, F-16'lar gətirib Azərbaycan arasında Türkiyə gətirib saxlamışdır da. Hətta bu o qədər də rahat məsələ deyildi o. NATO'nun tərkibində olan bir dövlətin gətirib o F-16'lar orada saxlamaq sadə bir məsələ idi. Bizə bütün mənəvi dəstək, siyasi dəstək, bütün beynəlxalq təşkilatlarda bizim müdafiə olunmağımız, bizə bütün silah-sursat yardımları, bütün bunlar hamısını o Rus qafalılar, İran qafalılar unutdular mı? Ona görə Azərbaycanda bəzi hallar, mən baxıram ki, Türk Dövlət Təşkilatında bir balaca bu deyək ki, müəyyən səbəblərdən mən sadaladım ki, hesab edirəm ki, obyektiv səbəblər kimi göstərməyə çalışıram. Hərçəndi məqsədim budur ki, bu yanlışı naxışa çevirək. Biz yəni yaranı qaşımayaq. Yəni düşmənin əlini oynamayaq. Bunlar sinələrinə basıb kənara qoymayaq. Əksinə, onlara ehtiyaclarını ödəyək, bağrımıza basaq və yanlışı necə naxışa çevirməsən, Şimali Türk Respublikasının başlasına qalsınlar hamısı. Yəni bir başqa formada jest eləsinlər. Başqa formada əllərini daşın altına qoysunlar. Ya bayaq dediyi formada müqavilə bağlasınlar. Ona görə buna mane olan adamlar təbii ki, Azərbaycanın və Türk dünyasının bilməli şəkildə düşmənlərdir. Bunun başqadır yox. Bazarlı bəy deyir ki, Fərəc bəy, biz Qarabağda Türkiyə bazasını açmağa gecikirikmi? Bilirsiniz, bu hərbi bazalar məsələsi biraz belədir ki, indi dünya çox kiçilikdir də. Yəni, Türkiyədən bura bir təyyarənin, reaktiv təyyarələrin gəlməsi saat çəkmir. Qısa zaman ərzində artıq durdu. Yəni, bu, biz sərhədlərimiz vardı, bir yerdəyik və dəfələrlə Türkiyə tərəfdə Azərbaycan da bunu ifadə edibdir ki, bizim hər hansı birimizə bir müdaxilə olarsa, biz dərhal buna müqavimət göstərərik. Mən 2012-ci ildə parlamentdə bir təşkillə çıxış eləmişdim ki, Türk dövlətlərinin asayişi gücə qüvvələri yaradasın. O vaxt buna gəldi vaxtlar. Deyirdim ki, bir vaxt bu qüvvələr, indi bu vaxt qüvvələr PKK-ya qarşı Türkiyədə vuruşarlar. Lazım gələrsə bir vaxtda Qarabağda onlar döyüşərlər. O vaxtları yüzlərlə Türkiyə saytında bu yazılar getdi bu müraciətdə. Çox qəribə reaksiyalar da oldu. İndi yəni bazanın gəlib konkret yerləşməsinin o qədər önəmi yoxdur. Çox yaxın bir yerdəyik. Deyək ki, başqa qitədə deyil ki, Türkiyə. Və istənilən anda, istənilən formada bir yerdə ola bilərlər və heç kimə də gizli deyil ki, artıq. Baxın, bir Azərbaycan Müdafiə Nazirinin müşaviri, hörmətli Bəxtiyar Paşa bir fikir işlətmişdi. Çox da mən sevdim, xoşuma gələn bir fikirdir. Bir millət, iki dövlət və bir ordu. Və belə bir ifadə işlətmişdi. Artıq bizim ordumuz da elə bir ordu kimi formalaşır. Bizim NATO standartlarına tam olaraq keçməyimizi, Türkiyə ordu modeli keçməyimizi Türkiyəli mütəxəssislərin köməyi ilə keçirdik. Və mən hesab edirəm ki, bu Türk coğrafiyasının asılı olmayaraq təkcə gələcəkdə Azərbaycan, Türkiyə yox, o cümlədən digər Türk cümhuriyyətləri də elə mövcud hərbi hissələr onların bazaları kimidir. Hamınındır bu ordu hissələri. Hansı hara lazım olanda ora transfer etmək də çox da böyük zaman aparan bir şeydir. Ona görə mən mütləq burada bir hərbi bazanın olmasını əsas kimi götürmürəm, saymıram. Yəni onun o qədər də çox ciddi artıq əhəmiyyəti yoxdur. Müasir dövrlə, müasir silahlarla götürəndə Türkiyənin bir başdan o biri başına qədər olan məsafəni götür, Türkiyənin sərhədindən Azərbaycan istənilən yeri olan məsafəni götür. Bu məsafə daha qısadır, nə ki Türkiyənin bir başdan o biri başına olan məsafə. Ona görə mən bunun çox da ciddi bir məsələ, yəni minus kimi qəbul eləmirəm. Əlbəttə, indi başqa bir hərbi hissəsi gələrsə, oturarsa burada müəyyən işlər görsə, başqa məsələdir. Amma dediyim şərtlərə görə çox da vacib məsələ deyil. Aydındır, hörmətli Fərəc bəy, sizə təşəkkürümüzü bildirirəm.